Azərbaycan xalqının milli xəstəliyi skvozyak. Qrip edirmi adamı? Tamamilə absurd və gülünc bir düşüncədir. Hava axını, hava cərəyanı və yaxud el arasında desək skvozyak özlüyündə bir infeksiya, virus daşımır. Yəni skvozyak qrip yaratmır. Bəs niyə biz kondisionerin altında yatanda, çimib çölə çıxanda, soyuq hava axınına məruz qalanda biz qripə yoluxuruq? Bunun səbəbi bizim ağız boşluğumuzda, ağciyərimizdə, boğazımızda puskuda duran viruslardır. Bu viruslar xəstəlik yaratmır normal şəraitdə. Çünki bizdə normal şəraitdə 36 temperatur var. Əgər temperatur düşərsə aşağı və soyuq zamanı bizim periferik damarlar daralarsa, o zaman artıq həmin nahiyəyə qan gedişatı azalır, həmin nahiyədə soyuğa görə immunitet düşür aşağı və həmin puskuda durmuş viruslar qana keçməyə fürsət tapır. Qana keçdikdən sonra artıq əgər influenza virusu idisə qrip yaradır, digər viruslar isə başqa bir xəstəliklər yaratmağa başlayır. Burada xəstəlik səbəbi soyuq deyil. Burada xəstəlik səbəbi zəifləmiş immunitetdir. Əgər boğazımızda, burun boşluğumuzda virus puskuda durmasa, istəyir Antarktidada qalın, soyuqdan ölərsiniz, bəli, amma soyuqdan virus olmayacaqsınız.